Rüfət bəy, heç kimə yox deyə bilmirəm. Özümlə bacara bilmirəm. Nə edə bilərəm? Əla. Hal-hazırki cəmiyyətdə ən qlobal problemlərdən biridir ki, heç kim yox deyə bilmir. Təbii ki, bəli, elə insanlar var ki, yox deməyi bacarırlar. Bu da çox gözəl bir vasitədir. Amma bu gün bir insan yox deyə bilmirsə, onun ən üzdə olan problemlərindən biri itirmək qorxusudur ki, bu da onun doğulduğu andan etibarən öz uşaqlıq dövründən hal-hazırki durumuna qədər aldığı, yaşadığı travmalardan irəli gəlir. Biz bəli, yox deyə bilməyən insanlarla çalışdıqda görürük ki, o insanın itirmək qorxusu var, tək qalmaq qorxusu var, dostum olmaz, ətrafım olmaz və yaxud da pulsuz qalaram, biri məndən bir xahiş etsə, mən onu eləməsəm, o adam məndən inciyər. Bunların hamısı həmin insanın şuur altında yatan travmalarından irəli gəlir. Ona görə də siz öz şuur altınızda yatan bu travmaları həll etməlisiniz ki, daha sonra yox deyə bilərsiniz və yox deməyi də bacardıqdan sonra sən artıq öz şəxsi sərhədlərini qoruya biləcəksən. Şəxsi sərhədləri qoruya bilmək sanki hasarlı bir bağa bənzəyir. Amma sən şəxsi sərhədləri qoruya bilmirsənsə, sanki o bağın hasarı yoxdur və gələn gedən hər kəs o bağın meyvəsindən yeyəcək, sonunda da bütün ağaclar qurumuş olacaq.